Çünki yemək elə bir şeydir ki, insan yeməyi çox yediyi zaman Allaha rahat şəkildə qulluq eləyə bilmir. Bir şey ki, sələfdən birisi deyir ki, bizdir gənclikdədir az yedik ki, yaşlandığımız zaman Allaha gözəl ibadət edə bilək. Təsəvvür elə, gənc vaxtında yeməyi az yeməyə niyyət edir ki adam, mən yaşlananda Allah Azza və Cəlləyə ibadət eləyə bilim. Ona görə bu insanlar 90-95 yaşında Allaha qulluq edirdilər. Ona görə bugün biz 30 yaşında sünnət qıla bilmirik. Amma o insanlar 90-95 yaşlarında 100 rükət gecə namazı adam qılır. 50 rükət adam gecə namazı qılır. Səbəb nədir? Onlar Allahı qorudular, Allah da onları qorudu. Onlar həqiqi niyyətlə Allaha yönəldilər, Allah da onları niyyətlərində doğruladı. Yeməyi bəsitə almayacaq. Yəni, Müslüman insan yeməyinə diqqət etməlidir. Necə sələflərdən birisinin yanına gəlirlər, deyirlər ki, sənin oğlun bugün o qədər yedi ki, səhərə qədər yəni həzimsizlikdən bir sağa bir sola çöndü, hardasa öləcəkdir. Deyir, vallahi, əgər o bu gecə ölsəydi, mən ona cənazə qılmayacaqdım, deyir. Təsəvvür elə, sələflərin yanında yemək nə qədər kərih olan bir şey. Yəni, həddindən artıq yemək necə kərih olan bir şey olub. İmam Əhməd deyir ki, mən əstəğfirullah, Həsən Əl-Basri deyir ki, mən elə insanlara rast gəldim ki, onlar 70 il ömür yaşadılar. Fəqət heç bir zaman ailələrindən nəfslərinin istədiyi heç bir şey tələb etmədilər, deyir. Təsəvvür edirsən, 70 il ömür yaşayırlar. Nəfslərinin istəmiş olduğu şeyi evə demiş ki, bugün mənə filan şey pişirərsən, bugün mənə filan şeyi edərsən, bunu ailələrindən tələb etmədilər. İndi tam tərsi nəfsimizə dönək. Amanın günüdür, evdə istəmiş olduğumuz 3 şeydən biri əksik olsun. Düzdür? O gün o evdə çıxacaq söz-söhbət, o gün o evdə olan qanqarasılığı başqa bir yerdə görə bilməzsən. Adamlar nəfslərini tərbiyə ediblər. Adamlar yeməyə bir vaxt itkisi olaraq baxıblar. İmam Əhməd deyir ki, vaxtım çox getməsin deyə mən çörəyi suya batırar. Elə bir şəkildə ağzıma qoyardım ki, ta ki onu çeynəməklə çox vaxt itirməyim. Yəni, təsəvvür edirsən, adam yeməyi həyatından bir vaxt itkisi olaraq görür. Amma maşallah biz bir abed eləyək dediyimiz zaman, biz bir süfrəyə oturaq dediyimiz zaman ən azı 3 saat vaxtımız alır. O da əgər tələsiriksə, 3 saatdan sonra qalxıb bir yerlərə gedəcəksə, bunun yeməyi var, şirniyyəti var, çayı var, semiskası var, osu var, busu var. Həqiqətən də bu çox acınacaqlı bir. Həyatımızdan 3 saat getdi. Həyatımızdan gedən o 3 saatın bir daha geri dönüşü olmayacaq. Amma insan gün gələcək ki, o 3 saatından dolayı peşman olacaq. İnsan o 3 saatını itirmiş olduğu, yeməyin başında itirmiş olduğu o vaxtdan dolayı peşman olacaq. Bu peşmançılığı çəkməmək üçün yeməyimizə diqqət edəcəyik, vaxtımıza önəm verəcəyik, yeməklərimizi azaldacağıq, ta ki Allah Azza və Cəllə gözəl bir şəkildə qulluq edə bilək deyə. Hətta sələfdən birisi məclisində belə oturduğu zaman görür ki, adamın biri hıçqırır. Yəni, yeməyi çox yediyindən dolayı hıçqırmağa başlayır. Yanındakine dönür ki, bir daha bunun mənim məclisimə gətirmə. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mömin bir qarın yeyər, kafir isə 7 qarın yeyər. Yəni, təsəvvür edirsən, mömin bir qarın yeyir, kafir isə 7 qarın yeyir. Ona görə yeməyi tənzimləmək, yeməyi düzənə soxmaq Müslüman üçün gərəkli olan şeylərdəndir. Yəni, bunu bir diyet olaraq, bunu bir arıqlamaq olaraq görmə. Yəni, bunu sadəcə və sadəcə Allah Azza və Cəlləyə gözəl qulluq edə bilmək, Allaha yönələ bilmək, Allah Azza və Cəllənin rızasını cəlb edə bilmək üçün eləsən, o yeməkdən, necə sahabənin yeməkdən qalxışı nə idi? Doymadan yeməkdən qalxmaq. Düzdür? Nəfsim hələ də davam etmək istəyir, doymadan yeməkdən qalxmaq. Bu günləri bizdən biz doymadan qalxmağı bir kənara qoysaq, doyub qalxsaq bizim üçün kafidir. Yəni, doymayıb qalxmaq, necə sahabə doymayıb qalxırdı, biz doyaq qalxaq. Çünki bizdə doyub qalxmaq da yoxdur. Çünki nədir? Ta sona qədər, artıq o həddə qədər ki, yeməyi boş ver, sən çay içməyə yer tapa bilmirsən. Artıq su içəcək, hava alacaq yerin qalmayıb. Bu həqiqətən böyük bir müsibətdir. Bu həqiqətən böyük bir həlakdir. İnsanın öz əli ilə özünü həlak etməsidir. Yəni, işin sonunda nə var? Bəsit bir, o yemək ki, bir saatdan sonra səndə yoxdur. Onun heç bir əsəri yoxdur. Bir dəqiqədən sonra sənin ağzında bütün dad etdi. Yəni, dad ağza daxil oldu, bitdi. Boğazdan aşağı düşdü. Sənin üçün orada heç bir fərq yoxdur. Ona görə necə sələflər deyərdilər ki, belini dik tutacaq bir neçə loxma sənin üçün kifayətdir. Belini dik tuta biləcək bir neçə loxma sənin üçün kifayətdir. Baxırsan ki, adam şişib, adam partlayır yeməkdən, şirniyyət gəlir. Yəni, məclislərimizdə sonda şirniyyət gəlir. Adam deyir, verdir, onun yeri ayrıdır. Yəni, sanki onun mədəyə gedən ayrı bir yolu var. Onun yeri ayrıdır deyir. Oradan da başına başqa bir müsibət alır. Yəni, amma sələflər belə etmirdilər. Necə öyrənmiş olduğumuz şey nədir? Mədəni 3 hissəyə bölmək. Allah Resulü Aleyhisselatü Vesselam'ın bizə öyrətdiyi 1/3 yemək üçün, 1/3 içəcək üçün və 1/3 də hava üçün. Maalesef bizdə 1/3 Allah artıq o say haralarda da Allah Azza və Cəllə bilir. Ta
bunu öz nəfsimiz üçün edə bilmiriksə, madəm bunu öz nəfsimiz üçün bacarmırıqsa, burada bir iradə ortaya qoya bilmiriksə, bunu Allah üçün eləyəcəyik. Əgər biz Allah üçün bir yeməyi tərk edə bilmiriksə, biz Allah üçün daha nəyi tərk edə bilərik ki? Biz Allah üçün bir önümüzə qoyulan şirniyyatı tərk edə bilmiriksə, biz yeməyi tərk edə bilmiriksə, Allah üçün nəyi tərk edib, Allah üçün nəyi qəbul edəcəyik, Allah üçün nədə fədakarlıq edəcəyik? Bunu da varın siz düşünün və dediyim kimi bu da mütləq həyatımızda düzəlməsi gerəkən, xüsusən də Ramazan ayında diqqət edilməsi gerəkən şeylərdəndir. Çünki adam bəzən sahuru elə bir şəkildə eləyir ki, iftara qədər acımasını boş ver. Yəni bir sonraki iftara qədər adam yeməsə, ona bir zərər toxunmaz. Yəni gecə yeməyini o formada yer ki, mümkün deyil adamın qalxıb təravih qılması. Təravih kimi önümüzdə bir xeyir var. Fəqət adam, miskin adam onu yeməklə nə edir? Yatmaqla, yeməklə keçirdir. Ramazan ayı yemək, yatmaq bu şeylərin ayı deyil. Ramazan ayı